dinimizdə belə bir termin var, İslam əxlaqi dəyərlər sistemində. Valideynə yaxşılıq etmək, onlarla xoş davranmaq. Qurani-Kərimdə Allah Taala bir neçə ayədə bu məsələyə toxunub, bu məsələni vurğulayıbdır. Loğman surəsi 14-15-ci ayədə buyurur, biz insana valideynini vəsiyyət etdik, tövsiyə etdik. İnsana tapşırdıq ki, valideynlərinə müğayət ol, yəni. Anası insanı çətinlik üstünə çətinliklə daşıyıb. Ana ki, hamilə qalır, o müddət bitənə kimi çətinlik daha da artır. Hər ay çətinliyi artır, hər ay ağırlıq baş verir. Anamızın bətrində hər gün böyüyürük və hər gün də onun yükünü artırırıq. Anası onu deyir, çətinlik üstə çətinliklə daşıdı. 2 illə ona süd verdi, süddən ayırdı. Ondan sonra Allah nə deyir? Mənə və valideynlərinə şükür et. Allah deyir, mənə şükür et, eyni zamanda valideynlərinə şükür et. Qurani-Kərimdə Allah ona şükür edildikdən sonra yeganə məxluq ki deyir, şükür et, deyir, valideynə şükür et. Həzrəti İsa əleyhissalamın dilindən Allah Taala Məryəm surəsində buyurur ki, İsa nə dedi? Dedi, mən Allahın quluyam, Allah mənə kitab veribdi, yəni məni peyğəmbər seçib, məni peyğəmbər edib, harda olsa məni mübarək qərar verib. Və mühüm məsələ budur. Mənə namazı və zəkatı Allah tapşırıb. Bir də nəyi tapşırıb İsa? Və anama yaxşılıq etməyi tapşırıb Allah mənə. Namaz, zəkat, deyir, anama yaxşılıq etməyi. Və ən dərin məzmunlu ayə Qurani-Kərimdə valideyn hüququndan bəhs edir. İsra surəsi 23-24-cü ayələrdir. Allah Taala buyurur ki, Rəbbin hökm edib ki, ondan başqasına ibadət etməyəsiniz və valideynizə yaxşılıq edəsiniz. Onların hər ikisi və ya biri sənin yanında yaşayıb qocala. Onlara of belə demə. Onların üstünə qışqırma, onları acılama. Onlara xoş sözlər söylə. Təvazökarlıqla rəhmət qanadlarını onlar üçün aç. Və deyir, Rəbbim, mən kiçik ikən onlar məni böyütdükləri kimi Rəbbim, sən də onlara qarşı mərhəmətli ol. Bu ayənin təfsirində böyük alimlərimizdən Möhsin Qaraəti çox nöqtələr qeyd eləyib ki, bəzilərini istəyirəm nəzərinizə çatdıram. Ümumiyyətlə, Qurani-Kərim təfəkkür kitabıdır. İnsan oturub arada Quranın bir ayəsini oxuyub, oturub düşünmək lazımdır ki, Allah burada bizə hansı mesajları çatdırmaq istəyir. Buna tədəbbür deyirlər. Tədəbbür, yəni sətrin altındakı, arxasındakı mənanı tapmaq. Məgər insanlar Quranı düşünməzlər, yoxsa qəlblər qıfıllanıbdır. Yəni şərt deyil ki, məsələn, mən elə oturum, başdan ayağa Quranı xətm eləyim, amma heç bir mənasını da bilmədim. Bir dənə ayəni oxu, otur o ayə barəsində düşün. Amma bir şeydən ehtiyatlı ol ki, şəxsi rəylərini Quran ayəsinə yükləmə. Bundan ehtiyatlı ol. Öz rəyivə görə təfsir vermə Qurana. Peyğəmbər və Əhl-i Beyt hədislərindən yola çıxaraq düşün.